yaxşı çıxmayacaq. Və nətər gördün, normalar uyğundur. Maşına yaxşı qulluq eləyirsən deməli. Vaxtında qulluq olunanda deməli göstərici yaxşı olar. Sizcə ətraf mühitin qorunması üçün bu zəhərli qazın miqdarı niyə normada olmalıdır? Nə üçün biz buna nəzarət edirik? Bunu bilirsiniz? Texniki qulluq olunmalıdır. Vaxtında servisə göstərilməlidir. Və ondan çıxan zəhərli qazlar digər insanların səhhətində problem yaratmır. Çox sağ olun. Buna anlayış göstərdiyinizə görə təşəkkür edirik. Yolunuz açıq olsun, diqqətli olun. Sağ olun. Sizdə 300-500 olduğu təqdirdə gördüyünüz kimi və belə olduğu təqdirdə Bayramçı Azərbaycan Respublikası Hizmət Xətalar Məcəlləsi 342.5-ci maddəsinə uyğun olaraq 50 manat məbləğində cərimə tətbiq olunacaq. Zəhmət olmasa yaxınlaşsınlar. Bildiğiniz gibi Respublika ərazisində oktyabr ayının 20-sindən noyabr ayının 20-sinədək təmiz hava aylığına start edilib. Əsas məqsəd nəqliyyat vasitələrinin mühərriyindən atmosfer adlanan təmiz qazın miqdarının yoxlanması, ekologiyanın və insan sağlamlığının qorunmasıdır. Sizin nəqliyyat vasitəniz su templi vasitələrinin yoxlanıldı. Nəqliyyat vasitələrinin təmiz qazın miqdarı formalarının təşəkkürümüzü bildiririk. Elə bu formada da nəqliyyat vasitənizi var. Yolunuz açıq olsun. Təşəkkür ederim. Sağ olun. Nəqliyyat vasitənizi bu formada istismar edin. Təşəkkür ederim. Maşına yaxşı qulluq edirsiniz deyəsən. Yanacaqla bağlı çox adam narazılıq edir ki, yanacaqdan. Demək, vaxtında ustaya aparırsan, yaxşı yerdən yanacaq alırsan, sağ-salamat. Qardaş, bax, çox adam deyir ki, yanacaq pisdir, maşında zirzibil çox olur. Siz də bu yanacaqdan istifadə edirsiniz, yəni başqa ölkədən almırsınız ki. Bəs necə edirsiniz bu normaya uyğun olur? Maşın dəyişdirdik o. Vaxtında yəqin texniki qulluq, ustaya göstərirsiniz. Yəni maşını ölənə kimi sürvənlər var bəzən, alında xarab olanda aparır. Görünür ki, vaxtında servis xidməti göstərilir maşına. Sizə təşəkkür edirik. Mən də sizə təşəkkürümü bildirirəm. Yəni nəqliyyat vasitəniz su texniki vasitələrə yoxlanıldı. Mühərrik və qazın miqdarı formalara uyğun.